Yoxsa onların üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır. Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər. Yoxsa qızlar onun, oğlanlar isə sizindir. Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadılar. Yoxsa onlar qeybi bilir və onu yazırlar. Yoxsa bir hiylə qurmaq istəyirlər. Amma kafirlər özləri o hilənin qurbanı olacaqlar. Yoxsa onların Allahdan başqa bir məbudu var. Allah onların qoşduqları şəriklərdən uzaqdır. Əgər onlar göy parçalarının düşdüyünü görsələr, bulud topasıdır deyərlər. Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et. O gün hilələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. Həqiqətən zalimlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir. Sən öz Rəbbinin hökmünə səbr et. Həqiqətən sən bizim gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et. Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra onun şəninə